Yəni birlik var idi, dostluq var idi, hər şey var idi. Xalidə xanım, sevdiyiniz yazıçı var? Hə, yazıçı. Eldəniz Quliyev. Onun bütün kitabını oxumusunuz? Demək olar ki. Bir dəfə 8 il öncə bir söhbətimizdən belə bir fraza götürmüşəm. Yəni bildiyim qədərilə ən çox sevdiyiniz yazıçı Antoine de Saint-Exupéry və onun Balaca Şahzadə əsəri demişsiniz. Bəli. Orada da işıq var da ona görə. Mən işığı sevirəm. İşıq gələn yerə barmaq basmaram. Əksinə o tərəfə gedərəm. Mən istəyirəm toxunaq Tütək səsindən bağlı. Tütək səsinin filmlə bağlı başqa maraqlı xatirəniz var? Mampası məsələsi də ən maraqlısı. Mampası eşitdim, boğazınızda qalıb. Bəli, qaldı. Nə qədər mampası, 9 dubldə mampası salarsan ağzıma, axırda qalacaq da boğazında. Və həqiqətən də o böyük bir faciə ola bilər də, Xalidə xanım. Hə. Çünki mampası da balaca deyil axı. Vurdular, çıxdı. Allahın işidir. Hamı orada həyəcan keçirdi. Rasim müəllim ağappaq, qarayanız idi axı. Vərəq kimi ağappaq olmuşdu. Syomkanı dayandırırıq filan. Dedim, yox Rasim müəllim, mən çəkilirəm. Dedi, yaxşı, bir yarım saatlıq fasilə verildi, sonra çəkildik. Anda qoyanda ağzıma mampasını, biraz ehtiyatlı udmadım, qaldı ağzımda, gizlətdim orada. Nə olub yenə? Mısmırığın yerindən gedir. Heç. Ağsaqqalın qəzetindir. Keçən dəfə vermişdim. Cırıb eşib, papiros çəkibsiz. Kişinin yanında mənə xəcalətli qoyubsuz. Bunu cırmayın ha, yaxşı qəzetdir. Bizimkiler hücuma keçiblər. Baxın. Hanım. Bu de. Mampası istəyirsən? Nə? Mampası. Yadındadır. Hər gün dərsin arasında mənə bir kutu mampası yedirirdin. Ey! Al da. Sənə sözüm var. Nə söz? O gün dedim, başa düşmədin. İncimə milli. Özün bilirsən necə istəyirəm sənin xatirini. Ancaq xahiş edirəm, bir də belə baxma mənə. Çox çətin situasiyadır əslində. Çünki danışırsınız axı həm də orada. Danışırıq həm də. Bəli, bəli. Ən belə deyək, ağır hadisə bu olub. Ən ağır hadisə bu olub. Siz orada həm də xoş niyyətli əslində insansınız. Orada düzdür, o deyir, Qılınc Qurban deyir ki, Yusif Vəliyev deyir ki, bilirsən nə elbislər var və onu vurur həm də milliyyət ki, milli əskər məktublarını aparır, güya pulla satır falan şey edir və qara... Amma fikirləşmir ki, bu qara məktubları o verib o adama faciə yaşatmaq istəmir. Baxın, mən həmişə müsahibələrimdə də demişəm və bu mənim fikrimdir ki, mən təzədən Tütək səsi çəkilsəydi, millini baş rola çəkərdim. Baş qəhrəman qoyardım. Çünki bu qız xeyrə inanır, işığa inanır. Yəni, bilir ki, gələcəklər. Doğrudan da elə oldu da, nə qədər adam qayıtdı müharibədən. Ölüm xəbəri gələnlər qayıtdılar. Hətta üstündən 5 il keçəndən sonra qayıtdılar. Yəni, şikəst olanı var, sağaldı. 1 il, 2 il keçəndən sonra qayıtdı. Yəni, bu doğrudan da olan hadisələrdir və milli buna inanırdı. Yazıq balaca canı ilə inanırdı. Görürsünüz, gənə müharibənin anti-humanist bir hadisə olduğunu dəstəkləyir, sübut edir bu film. Bayaq dediyim, misal çəkdim. Bu kiçik qıza bunu həvalə eləmək. Çünki ölüm xəbərini aparanda qapıya, orada qarğış eləyirdilər. Sən sağ gəlməyəydin, sən bu xəbəri sənin ölümünü, adamın ölsün, nə bilim nə. Bu qız nələri yaşamadı. Əslində böyük bir məsuliyyət onun belinə qoyublar, boynuna qoyublar. Amma uşağın üstünə olmaz. Qeyri-humanist hadisə idi. O paştalyon uşaq olmamalıdır. Bu da müharibənin fəsadlarıdır. Yəni ki, millini üzərinə belə bir yük qoymaq, belə bir məsuliyyət və onu qapılara göndərmək. Amma milli o qapılarda çalışırdı ki, xoşməramlı bir vəziyyət yaratsın ki, yəni insanlara ümid verirdi ki, yəni belə də ola bilər. Xalidə Quliyevanın ruhuna hansı daha çox yaxındır? Fatimənin xarakteri, yoxsa millinin xarakteri? Məncə milli. İkisi də mübarizdilər. İkisi də, misal üçün, paştalyon işini, vəzifəsini daşıyır da, orada o təşəbbüskardır. O nəsə bir özü göstərir, özünü, yəni şəxsiyyətləri
mənlikləri çox güclüdür. Nəsimidə də etiraz edir. Məni oğlan paltarı geyindirirsən, mən də qız paltarı geyinmək istəyirəm filan eləm, beş məkan. Yəni o da qurbandır da. Nəsimidə də Fatimə qurbandır. Zamanının qurbanı, xurafatın qurbanı. Şaqqalayırlar anasını. Qızı tapmasınlar deyə varis sayılır da, Nəyiminin varisi. Tapmasınlar da oğlan paltarı geyindirirlər. Nəyi atasını da elə parçalayırlar. Çox faciəli şəkildə. Çox faciəli bir roldur. Deyirəm də hər obraz, hər obrazın, bütün yaxşı filmlərdə hər obrazın, balaca epizodik obrazın öz tarixçəsi var, öz dramaturgiyası var. Musiqi də öz yerində. Hamısı tamamlanır. Tofiq Quliyevin musiqisi. İndiyə necə qulaq asanda deyirəm, yəqin bu Qara Qarayevin musiqisidir. Fikrət Əmirovun. Baxıram, Tofiq Quliyev simfonik bir musiqi yazıb. Möhtəşəmdir. Tək səsində. Yəni, musiqi də biz hələ anlayırıq, amma yerinə yetirə bilmirik. Çünki istedadımız çatmır. Xaliq xanım, musiqi tamamlanırdı, senari tamamlanırdı, əsər, yəni hamısı bir olanda alınır da, kino onda yaranır. Bəli. Musiqi dramaturgiyanın bir qoludur. Təbii ki. Mütləq. İşıq. Orada verdiyin işıq o dramaturgiya işləməlidir. 4 Bazar günü filmi var, 75-ci ildə çəkilib. Amma bu filmi mən yadıma gəlmir, amma burada Şamil Mahmudbəyovun filmi, amma burada aktyor heyətində bu Həsən Turabov, Ələddin Abbasov, Tofiq Mirzəyev, Yaşar Nuri, Xalidə Quliyeva, Şükufə Yusubova, Hüseyn Ağa Sadıqov, Ənvər Həsənov, Zeyfirə Sadıqova, Süsən Məcidova və daha kimlər. Amma bu film elə bir ki, digər filmlərinin uğurlu taleyini yaşamayıb. Yaşamayıb. Doğrudurmu? Məcnun filmə başdan ayağa baxmamışam. Yox deyil, mən tapa da bilmədim. Mən axtardım, tapa bilmədim. O filmdə... Axtardım, istədim. Oradan bir montaj eləyəm, kadrzat götürəm. Yoxdur. Şəkil də yoxdur. Çox qəribədir. Xatirələr var o filmdə. 4 Bazar günü. Yox, orada yəni belə böyük rol deyildi. Böyük rol deyildi. Demək, biz nətəri? Mən kinoaktyor ştatında işləyirdim axı. Təyinatımı aldım kinostudiyaya. Allah müəllimlərimə rəhmət eləsin, Ədil İskəndərova. Nəysə. Ədil İskəndərov özü bir ayrıca bir... Fenomen, şəxsiyyət. Şəxsiyyət. Çazov bilirsiniz nə deyib? Axı Çazov ürək həkimi filan, dünya şöhrətli bir ürək. Deyiblər, sən həkimsən, professorsan, zalsan, deyib, yox. Mən əvvəl adamam, insanam. Qalan şeylər sonra gəlir. Bu Ədil müəllimdə də elə idi, Adil İskəndərovda. Və yaxşı ki də onun tələbəsi olmuşam. Onunla sizin xatirələriniz də var, mən bilən. O hansısa filmə çəkilən deyib, Xalidəni. Yox, belə bir şey olmuş. Çəkmədim. Mən ondan qorxurdum. Çox qorxurdum. Həyatımda bugünə qədər heç kimdən qorxmamışam. Amma ondan qorxurdum. Birdən sözü yapışdırırdı adama. Mən də pərt olurdum. Mən vahşi biraz xoşlamıram da belə kəskin şeyləri, situasiyaları. Bir dəfə səhnəyə çıxdım, oynayırdıq tamaşa, Almuradovla oynayırdım. Allah ona da rəhmət eləsin. Rövşən Almuradlı. Bir tamaşayı da hazırlayırdı Ədil müəllim tədris teatrında. Orada belə çox şən belə oynayırdım, gülümsəyirdim də. Saxla dedi. Bura stomatoloji poliklinikadır, deyir, dişlərimi göstərsin. Allah, elə pərt oldum, elə pərt oldum. Sonra ilk işim Fərəməz Məmmədovun diplomu işi idi. Salamlayırıq, kino operator. Orada qızı, toxucu qızı. O elə keçən və bizim söhbətimizdə də dedi, digər efirdə ki, birinci kursa girmişdim. Mənim bacımın yoldaşı kinostudiyada işləyirdi. Bəlkə də mənim kinoya gəlməyimin, bəlkə yox, 100% səbəbkarı o idi. O məni gətirdi. Fərəməz Məmmədova. Yəni, mən birinci kursa girmişdim. Aktrisa olacaqdım. Dram dərnəkləri vardı. Məktəbdə mən tamaşa oynamışdım. Ümumiyyətlə, idman və sənət. Mən idmanla, voleybol, basketbol, gimnastika, hamısı ilə məşğul olmuşam məktəbdə. Orada gətirdi məni, prob elədilər, 3-4 qız idi. Mən təsdiq elədilər. Demək, təsdiq olunanda Ədil müəllimə deyib ki, Fəramiz müəllim, deyib ki, bəs Ədil müəllim, mən Xalidəni çəkmək istəyirəm, sənin tələbəndir də birinci kursda. Deyib, yox adam, get aktrisa, tabi o aktrisa deyil hələ. Düz deyir də, bir baxanda düz deyir. Amma mən eşitməmişəm, amma mənə deməyim, mən sonra vermişəm bunların hamısını. Elə bil ki, bu mənə apardı. Amma risk idi var Fəramiz müəllim. Ədil müəllim şeydə. Amma Ədil müəllim nə qədər şeydirsə, bir o qədər də insan idi, kövrək idi. Demək, getdi, apardı məni Gəncəyə.
orada anası gilə qoydu. Özü başqa yerdə qalırdı. Mən anası ilə, bacısı ilə qalırdım. Çəkildik filmə, gəldik Bakıda, o İçərişəhərdə toxuculuq şeyi var idi, fabrika kimi balaca bir yer var. Orada çəkildik filan, qaralmaz günəş idi. Leninin şəklini toxuyurdum xalçada. Demək, Leninin şəklini toxuyurdum. Axırda qutaranda şəkli, o xalçanı xəbər çıxır ki, Lenin öldü və mən ağlayıram. Film belə bitir. Maraqlıdır, amma film yoxdur da ortada. Tapa bilmirik. Tapa bilmirik. Yəni tapmaq Bəlkə də hardasa qalır. var, var. Moskvada zətdə ola bilər, onu gətizdirmək lazımdır. Mən çox istəyərdim. Elə bir adam olsaydı savab iş görərdi. Çox gözəl. O mənim ilk işim idi. Demək, Fərəməz gəlir kinostudiyaya, Ədil müəllimə deyir ki, bəs Ədil müəllim, filmə də deyir, gətir baxacam. Olur da şura olur, baxırlar, baxımda. Amma deyir ki, Ədil müəllim, mən sənin sözünə qulaq asmamışam. Deyir, neynəmsən qadın? Deyir, xalidən çəkmiş. Gətir, baxaq, görək nə olur. Yaxşı, gətir, baxaq. Amma sözümü demişəm ha. Baxır filmə. Sonra mənə deyiblər, həmən 1 il, 3 ildən, 5 ildən sonra deyiblər. Deyir ki, boy qadın, Xalidə aktrisaymış ki. Demir, da səhnələrdən gəlmişəm. O səhnələrin tozunu süpürə-süpürə. Hamısına da emosional, ağlamaq, həyəcanlı, belə emosiyamı bol işlətmişəm bütün işlərimdə. Gözəl xatirələrdir və mən